Bura Şuşa həbsxanasıdır. 6 il, 7 ay bu pəncərədən mən hər zaman ümidlə Azərbaycana doğru baxırdım. Ümidim var idi ki, Azərbaycan ordusu gələcək və məni və Qarabağı azad edəcək. Azərbaycanın yeni tarixinin mühüm bir hissəsi Ermənistanın Azərbaycana qarşı apardığı əsassız torpaq iddiaları və bu iddiaları həyata keçirmək üçün törətdikləri qanlı cinayətlərdir. Müxtəlif zamanlarda və məkanlarda ermənilərin törətdiyi soyqırımlar Azərbaycanlılar tərəfindən demək olar ki, unudulub. Ermənistan isə zamanın verdiyi fürsətdən həmişə maksimum istifadə eləyib. İşğal olunmuş şəhər və kəndlərimiz amansızlıqla dağıdılıb. Yüzlərlə əsir və girovun taleyindən hələ də xəbər yoxdur. Mənim Kəlbəcərə gəlib getməyim 98-ci ildən başlayıb. Birinci dəfə 98-də gəlmişəm, ikinci dəfə 99-da gəlmişəm, üçüncü dəfə 2005-də gəlmişəm, 2007-nin iyun ayında gəlmişəm, 2007-nin sentyabr ayında gəlmişəm, 2009-da gəlmişəm, 2010-da gəlmişəm və axırıncı dəfə 2014-cü ildə mən Kəlbəcərdə əsir götürülmüşəm. Kəlbəcərə bu dağlarla gəlib getmək çox çətin bir məsələ idi. Bu mənim bura gəlib getməyim, geri qayıtmağım təxminən 1 ay, 25 gün çəkirdi. 3 gündür gecə-gündüz yol gəlirəm, yuxusuz idim və buradan Kəlbəcəri çəkirəm. 98-ci ilə nisbətən burada binalar, dövlət binaları həddindən artıq böyüyüb, genişlənib və günü-gündən də tikilir. Bu isə Kəlbəcərin qəbirstanlığıdır. Qəbirstanlığı eləyiblər mal ferması. Bu mal fermasıdır. Kəlbəcərin qəbirstanlığında bunun aşağı hissəsindəki isə evlər hamısı remont olunubdur. Kəlbəcər mühiti hamının bildiyinə görə çox çətin bir mühiti var. Yəni bütün günü demək olar ki, yağış, duman, çiskin, dağlar hamısı soyuq, yağış, rütubətli, gecə yatmağa yeri yox. Çox çətin idi. Mənim gəldiyim yollar, gördüyünüz bax bu sıldırım dağlar, bu meşələr olub. Daşkəsən, Yeddi Qardaş, Böyük Hinal dağları, bu ərazilərdən girmişəm. Elə vaxt olubdur ki, Göyçə mahalına girib, Basarkeçər ərazisindən Zoddan
keçmişəm Qızıl mədəninə. İndi hələ ki biz buradayıq, mənim gəlib keçdiyim yerin biri bu ərazi olub. Gördüyünüz bax bu kamera ilə mən bu əraziləri dəqiqlə çəkmişəm və bu indi durduğumuz yer Kəlbəcərdə yerləşən erməni hərbi hissəsinin korpusu olub. Mən dediklərimin hamısını mən lentə almışam. Bax bu kamera 98-ci ildən məndədir. Ancaq 2014-cü ildə olan kameram ermənilərin əlinə keçdi. O təzə kamera idi. Ancaq bu kamera hər dəfə mənlə Kəlbəcərə yoldaşlıq edib və bu gün də özümlə götürmüşəm. Ermənilərə məxsus alay göstərir. Kameramız yaxşı olmadığına görə, hava bulutlu olduğuna görə biraz yaxşı görsənmir, amma yerində baxdıqda dəqiq hər şey aydın görüşür. Böyük kolon ya Ağdərə istiqamətində gedir və yaxud yəni Şərq bina istiqamətinə qalxır. Əksəriyyət maşınların arxasında olan toplardır. Yuxu gördüm, yol gedirəm, yurd yerinə vara vara, üzü Tanrı işığına, dumanları yara yara, üzü Tanrı işığına, dumanları yara yara. Bu kənd Kəlbəcər rayonunun Şaplar kəndidir. Mən İlyam Əsgərov bu kənddə bax bu evdə doğulub boya-başa çatmışam. Hər dəfə bu əraziyə gəldikdə, bir ilk dəfə bu kəndimə gəlmişəm. Bu evi ziyarət eləmişəm. Bu evin bu vəziyyətə düşməsini görəndə həyəcanlanırdım, kövrəlirdim. Amma ona baxmayaraq arzumda o idi ki, hər zaman mən bu evi ziyarət edeyim. Eləcə də kəndimizi ziyarət edirdim, başqa əraziləri. Bir dəfə mən Kəlbəcər bura gələndə artıq hiss eləmişdim ki, ermənilər şübhələnib, evə yaxın gələ bilmədim. O qayadan dayandım və bu evi çəkdim. Odum ey, gözüm ey, ocağım kalk, yurdum kalk, elim kalk, kalk bayrağım. Mənim üçün çox kədərlidir ki, bugün mən bu əraziyə, Kəlbəcər ərazisinə Həsənsiz gəldim. Həsən əfsanəvi bir qəhrəman idi, qorxmaz bir oğul idi, vətənpərvər bir oğul idi. Baxma ki, öz torpağı Cəbrayıl işğal altındaydı, o mənimlə əlaqə saxladı və Cəbrayılın, Kəlbəcərin heç bir fərqi olmadığı deyərək mənlə birgə bu əraziyə gəldi. Biz Kəlbəcərdə olduq, çəkilişlər apardıq, bizə aid olan işləri. Ancaq təəssüflər olsun ki, bizim burada olmağımız düşmən tərəfindən bilindi və biz bu ərazidə, Kəlbəcər ərazisində bilindi, biz mühasirəyə düşdük. Gördüyünüz, bax bu çay yenişə, yəni öz meşəyə doğru hərəkət elədik. Ancaq təəssüflər olsun ki, alınmadı. Yəni bu meşəyə çata-çatda Həsən yolun dəyişdi, arxadan dəyişmişdi, sol səmtə. Mən xəbərim olmadı və həmin vaxtı onlarla qarşılaşmışdı və burada da vuruldu. Gördüyünüz qarşı dağda, onun o bir üzündə böyük qayalıq var, göy qayalıq deyilir. Həmin ərazidə bugünkü kimi balaca bir dumanda
hərəkətə keçdim. Duman biraz çəkildi, vertolyot çıxdı və məni gördülər. Həmin vaxtı buradan qalxan erməni əsgərləri orada məni tutub və bura gətirdilər. İşğal vaxtı burada yüzlərlə Azərbaycanlı əsir və girovlar saxlanılırdı. Erməni quldurları tərəfindən təhqir olunan bu insanlara ağır işgəncələr verilirdi. Sadəcə Azərbaycanlı olduqlarına görə. Şuşanı işğal eləyən ermənilər Şuşa həbsxanasının qapısını da hiccə ilə açıb buranı uzun illər işgəncələr qalasına çevirmişdilər. Amma Dilqəm indi azad və qürurlu insan kimi həmin qapıdan içəri girir. Burada pistoletlə mənim sifətimə vuranda 2 dişim qırıldı. O 2 dişimi burada çəkiblər. Dişlər ağzımda qırılmışdı. Mən götürdüm, dedim, düşdüm qoyam cibimə, dedi, onu lazımdır. O bizdə qalacaq. Dava, dərman heç nə eləmədilər. Adicə elə 2 pamuk qoydular. Sonra apardılar belə. Bu Qubad da mənə tanışdı. Bununla mənim əzələlərimə döyüblər. Ayaq barmağıma belə buraxıb, ayaq barmağım, baş barmaqlarım yoxdur. Demək, qapqara sümükdən çıxıb. Erməni Daşnaq Terror Təşkilatının üzvləri Azərbaycanın dinc əhalisini, əsir girov düşən yaralı əsgərlərimizi bax bu quvvatla öldürür. Bununla işgəncə verir. Bunu biz heç vaxt bu quvvatı yaddan çıxartmamalıyıq. Bax bu gördüyünüz birinci kameradır. 6 il 7 ay bax bu kamerada mən qalmışam. Məndən burada yadigar qalanlar hələ bu türmədə bu 2 qablardır. Azərbaycandan gəlib oğlum alıb göndərmişdi, qalıb burada. Bu mənim Tyorkam idi. Dişimin pistoletin dalı ilə vurdular, qırdılar. Yemək yeməyə imkanım yox idi. Vermişdilər. Bununla almanı zadı Krasny Krest gətirən, hətta bir də qalıb alma, bilirsiniz buralarda. Bununla tyorkalayırdım belə, bununla yeyirdim. Bu mənim karandaşlarım, pozanımdır. Burada şeir yazırdım. Bu mənim çarpayım idi. Yəni burada ayrı heç kəs qalmırdı. Bu kardonları soyuq olduğuna görə sərmişdim altıma. Həmişə paltarı yatırdım. Çünki mümkün değildi paltarı soymaq. Bu mənim sportiv uniformalarımdır. Yəni evdən göndərmişdilər. Onlar da qalıb. Altıma sərmişdim. İsti olmaqdan ötəri paltarın artığın ki qoy. Heç olmasa soyuq olmasın. Baxın, görürsünüz bu zamoku. Bu zamok, bu raşotkanın girəcək hissəsidir, qıfıldır. Bunun eni təxminən 50 santıdır. Burada nə oturmaq mümkün deyil, nə uzanmaq mümkün deyil. Bu yer bir balaca, görürsünüz, belə atkos gedir. Bura qədər, yəni tustağın oturduğu, durduğu yerə qədər də bura suyun içində olur. 20 santı, 10 santı suyun içində. Ancaq bu erməni vəhşiliyinin, yəni bizim xalqa bu cür yerlərdə törətdiyi erməni vəhşiliyinin nümunəsidir, onu göstərir.
Bizdə olan əsir düşən ermənilər də yəqin ki görmüsünüz, hamısı rahat yerlərdə yaşayır, yaxşı yeyir, televizora baxır. Ermənilər də bizi bax bu cür yerdə saxlayırdı. Bu Arsen Baqdasaryandır. Azərbaycan ordusunun müdafiə xəttində minalar bastıranda əsir götürülüb. Məhkəmənin hökmü ilə ona 15 il həbs cəzası verilmişdi. Dilqəm Əsgərova və Şahbaz Quliyevə Şuşa həbsxanasında haqsız yerə işgəncələr verilən vaxt mən Azərbaycan həbsxanasında cəza çəkən Arsenlə görüşüb məhkəmənin verdiyi cəzadan və saxlanma şəraitindən narazılığının olub-olmadığını öyrənməyə çalışdım. İndi Ermənistanda olan Azərbaycanlı əsirləri, onlar hansı gediblər öz dədə-baba yurdunu zirayət etməyə. Mən məhkəmə olan prosesi görmüşəm. İki qolu bax belə, özünü bağlı, aparır məhkəmə. Budur sizin sualının cavabı. Amma siz mənə nətər görürsünüz? Üzünə qırmızı, kamera qabağına çıxıram. Orada əsgərlərə verilən yeməklə burada sən həbsxanada olan yeməyin arasında fərq var? Fərq nədir? Burada belə desəm, rəskəyiz. Arsen Baqdasaryanın cənnət həyatına tamaşa elədik. Qaydaq Dilqəm Əsgərovun dəhşətli əsirlik həyatına. Gördüyünüz bax bu truba, bu tuvaletin bir önündədir olub, orası varkalanmışdı. Ben burada bir gün demək, həm xəstələnmişdim, həm də elə baş verən hadisəni, Kəlbəcərə məsələ getməyimi, orada baş verən hadisələri, mənə verilən ömürlük həbs cəzasını, yəni ailə, uşağım, oğlum hardadır, hətta hansı nəsildənəm, Kəlbəcərin hansı kəndinənəm, bütün hamısını az-az yazıb, hətta bir-iki də şeirim var idi, Azərbaycan şeiri. Yazıb bu trubanın içinə salafana püküb, sigaretin o içindəki qızıl var belə də, kağız. O kağızlara yazıb, püküb o salafanın içinə atırdım bura. Və fikirləşirdim ki, Serona gecikdir, biz bu torpaqları azad edirik. Prezidentin çıxışına baxanda görürdüm, deyirdi ki, biz o torpaqlara qayıdacaq. O torpaqları verməyəcəyik. Qarabağ bizimdir. Mən də bu ümidlə yazıb orada doldururdum ki, nə vaxtsa bu türmə azad olacaq. Bura Azərbaycanlılar gələcək. Ola bilsin ki, mən ölərəm də, həyat. Yəqin ki, buranı sökəcəklər. Bu tualet söküləcək, bu turbanı kimsə qıracaq, çıxardacaq və bunu qaldıranda bunun içindən o kağızlar düşəcək. Nə oldu o kağızların axırı? Şuşa azad olandan sonra bu turbanı bizim igid oğlanlarımız qırıb çıxardıblar və mənə də göstərdilər ki, sənin o arzun baş tutmadı. Yəni ölmək, yox olmaq. Qardaş birində dur. Dur ona, yox bir dənə şey çıxdı çıxalıya fikirə. Bunu çəkərkin də görmürsünüz, burada işlər gedir. Allah sizə kömək olsun. Bu elə bir şeydir ki, bu elə bir qardaşdır ki, tarixə adı yazılan qardaşdır, qaqa. Yavaş yavaş, çəkin qaqa. Allah Dilqəmə can sağlığı versin. Dətbdən onun baxın. Tarix deyə qaqa bunlar. Dilqəm erməni separatçıları tərəfindən girov götürülməmişdən əvvəl dəfələrlə gizli şəkildə Kəlbəcərə, öz ata yurduna gedib doğmalarının məzarlarını ziyarət eləyib. Bu səfərlərin birində o günlərlə az qaldığından otlaqda sahibsiz bir dana görüb, onu kəsib
və bir neçə günlük ərzaq ehtiyatı hazırlayıb. Kəlbəcər polisinin rəisi Qabrilyan idi, adı səhv eləmirəm. Bax bu yerdə onun bir 150 kiloluq danasını kəsdik. Burada bax bu çaylağın içində onu kebab elədik, yedik. Aclıq bizi tamamilə üzmüşdü. Elə gəldik burada, gördük yolunda bir dana var, o dananı da kəsdik. Yəni bugün bunu kebab edirik, suyun içindədir. Qalan əti də hal-hazırdadır. Görürsünüz, bax buradadır. Dananın budur. Gözdə mangal. Bunlar məndən məhkəmədə prokuror onları öyrədir. Görürəm ki, bəs dana bu qalxdı ki, mənim danamı verməlisən. Durdum dedim, 93-cü ildən bugünə qədər, 25 ildir, bizi buradan didərgin salmışsınız. Mən buradan qaçanda mənim 12 inəyim var idi. 12 inəyin də 12 balası var idi. Mən hər il minimum 10 bala satırdım. 250 dənə dana eləyir də. O 250 dananın mən birini yemişəm. Bir il demək olar ki, Xan kəndində məni döydülər. Suda aparanda maşında, sudan gətirəndən sonra orada 2-cü mərtəbəyə qaldırırlar. Onların, yəni o Samadelinin, Respublikanın xüsusi bu MT belə deyək də, KGB-si Viktor Kaçaryan var idi. Ondan sonra o döyürdü. Məni məcbur edirlər ki, mən Azərbaycan xalqının əleyhinə danışım, mən Azərbaycan hökumətinin əleyhinə danışım. Mən də bunu qəbul eləmirdim. Bax, buna görə mənə işgəncə verirdilər. Hətta ən dəhşətlisi hadisələrdən biri oydu ki, bir gün məni möhkəm döydülər, axşam orada 2-3 nəfər də oturmuşdu. Yəni vəzifəli ermənilər idi. Sonra onlara dedi ki, rus dilində, türkü döymək istəyirsə. O da dedi, davay. Durdu, dubinkanı götürdü. O da məni döydü. Burada bu qəbirstanlıq Şaplar kəndinin qəbirstanlığıdır. Burada uyuyan insanların demək olar ki, əksəriyyəti mənim yaxın qohumlarımdır. Bura Kəlbəcərə gəlib bu əraziləri ziyarət edəndə əsas yerim qəbirstanlığı idi. Burada yatırdı, burada gecəliyirdi. Sanki gecələr buradakı insanların ruhları hamısı mənlə bir yerdə idi. Özümü o qədər sərbəst hiss eləyirdim ki. Elə vaxtı olurdu, 2 qəbrin arasında yatırdım. Məsələn, o qəbirlər görürsünüz, başdaşların qırıblar, salıblar, yəni qırıq-qırıq eləyiblər. Aşağıda qəbirlərimiz var, hamısını qırıb dağıdıblar. Bəzi qəbirləri böyürdən qazıblar. O haqda da mənim özümün o vaxt çəkilişim var. İnsanların başını çıxardıblar, yəni orada tiş axtarmışlar, nə eləyirmişlər. Baxın, görün bu qəbirlərin nədir günahı? Bu insanların öz dünyaların yaşayıb, köçüb gediblər. Bu qəbirləri bu cür qazmaqda, bu qəbirləri təhqir etməkdə ermənilərin məqsədi nədir? Bizdə o vaxtlar nemeslərin plenləri olubdur. O əsirləri Mingəçevirdə dəfn eləyiblər, yəni Azərbaycanın iştirakı ilə. Bugün də nemeslərin o qohumu, tanışı gəlir, o qəbirləri ziyarət edir. Bütün müharibələrin əsirləri eyni ağır taleyə yaşayır. Sadəcə fərq əsir olduqları yerdə onlara göstərilən münasibətdədir. Fakt tarixin yaraşığıdır. İkinci Dünya müharibəsi zamanı Sovet ordusuna əsir düşmüş almanların bir hissəsi Mingəçevirdəki
xüsusi düşərgələrdə saxlanılırdı. Minlərlə əsir yeni salınan şəhərin tikintisində işlədilirdi. Ervin Franzendə əsirlik həyatını Mingəçevirdə yaşayıb. O bizə əsir düşməyindən və Azərbaycandakı düşərgəyə necə gətirilməyindən danışdı. 1945-ci il mayın 9-da əsir düşdüm. Həmin ilin dekabr ayında bizi gah dəmir yolu ilə, gah da yük maşınları ilə Azərbaycana, Mingəçevirdəki 7444 nömrəli əsir düşərgəsinə gətirdilər. Biz bənd tikirdik. Çox nəhəng bir bənd idi. Tikintisi də çox çətin və mürəkkəb idi. O vaxtlar Kür çayının üstündən böyük körpü də salınırdı. Bizi o körpünün tikintisində də işlədirdilər. Biz baraklarda yaşayırdıq. O barakların yarısı yerin altında idi. Bu barakların hər birində 60-70 əsir qalırdı. Əsir olmağımıza baxmayaraq yerli əhali bizimlə insan kimi davranırdı. 1949-cu ildə avqust ayının 8-də məni azad edib Almaniyaya qaytardılar. O günü heç vaxt unutmaram. Mən qəzetdə təsadüfən Mingəçevirdəki əsir düşərgəsinin fotoşəklini gördüm. Ora gedib o yerləri yenidən görmək istədim. Oğlum Rafiq adlı bir Azərbaycanlı ilə əlaqə yaratdı. Arzum reallaşdı. Mən orada olanda çaşıb qalmışdım. Hər tərəf yaşıllıq idi. İnsanlar da gülərüz və qonaqpərvərdi. Tikintisində işlədiyim Mingəçevir su elektrik stansiyasının bəndində də oldum. Biz o vaxt təsəvvür eləmirdik ki, burada belə böyük süni göl yaranacaq. Mən tikintisində çalışdığım Kür çayının üstündəki körpüdə də oldum. Çox gözəl bir şəhərdir. Əvvəllər bura insanların yaşamadığı boş bir sahə idi. Biz əsir almanların qəbirstanlığında da olduq. Əsir yoldaşlarımın məzarlarını ziyarət elədim. Gözlərimə inana bilmirdim. Bu məzarlıq indiyə kimi qorunub saxlanılır. Mən buna görə Azərbaycana minnətdaram. Ervindən fərqli olaraq Dilqəm öz doğma yurdunda düşmən əsarətində olub. Faciəli yaşantıdır. Doğma şəhərin də düşmənin əlində ola, sən özün də. Mən sadəcə olaraq Kəlbəcərin, Azərbaycanın torpaqlarımızın işğalına mən dözmürdüm. Ona görə də yəni ölmək mənim üçün heç vaxt da mən fikirləşmirəm. Əgər 18 yaşında bizim əskər vətən deyib erməni səngərinə tullanıb, əlbəyaxa olub, gücü çatmayıb erməniyə öldürülürsə, ya gücü çatıb erməni öldürürsə, onda mən Kəlbəcəri ki, mən niyə görə durmalıyım? Niyə görə? Mən gücüm çatanı Kəlbəcər ərazisində getmişəm, gəlmişəm. Yəni çalışmışam ki, köməkliyim bizim mərgibiyə, əskərlərimizə. Yəni bu haqda faktlar da var. 1-2 saat ərzində artıq 2-ci kolon keçir. Ermənilər üzü Daşkəsən istiqamətinə 3-cü yolu açıblar. Ermənilər Şamyan ərazisini, Tərtər ərazisini, Toğana ərazisini və yenidən bu əraziləri işğal etmək niyyəti ilə üzü Azərbaycana doğru güclü texnika yeridirlər. Bəzən məyus da olurdum mən tutulmağıma. Tutulmağımı özümə bağışlamırdım. Çünki onlar məni neçə dəfələrlə mühasirəyə alıblar. Tuta bilmirlər. Ancaq bir yandan da belə heç peşman deyildim ki, yəni mən bizim o əskərlər kimi, zabitlər kimi, yəni bu ölüm statiyası idi, mən bilirdim. Belə təsəvvür elə başvuraydım. Deyirlər Askerov,
Hətta Şuşik. Yəni Şuşik sözü mən deyirdim Şuşa. Onlar Şuşik sezin bu neçə ildə mənə dedir də bilmədim. Hətta bir il mənə imkan verir, məktub yazılmadı. Mənim evimlə əlaqəm olmadı. O Şuşik sözünə görə. Mən yazırdım Şuşa, aparırdı, qırmızı xaç gəlirdi, deyirdi, yox yaz, Şuşik yazmalısan bura ki, Şuşikdəsən, Xankəndi olmaz, bana kert yaz. Mən də yazmırdım, dedi. Ailən nə rahat dedim olsunlar. Ağrıdıcı hal o oldu ki, mənim məhkəməmi saxladılar. 31 dekabrda mənə ömürlük həbs cəzası verdilər. Viktor Qabrilyan, prokuror Qabrilyan məhkəmə məni təbrik elədi. Yaskero, bugün Azərbaycanın praznikidir. Həmrəylik, Azərbaycanlıların həmrəylik günüdür. Və səni də təbrik edir. Mənə dedim, pajizniyyətdə 5 bal edim. Day zastrel, güllələmədir. Mənə Serona fərqi yoxdur. Serona dedim, gec tez Azərbaycan əskəri gələcək. Gətirdilər, 3 gün məni saldılar bura. Gördüyünüz bax bu üfunətli yerdə və başqa yerlərdə bizim Azərbaycanlılara ermənilər həddindən artıq dəhşətli işgəncələr veriblər. Onlar bizim Azərilərin, Azərbaycanlıların sinəsinə dağ çəkiblər. O tək bir Azərbaycanlının sinəsinə çəkilən dağ deyildi. O bütöv Azərbaycanın sinəsinə çəkilən dağ idi. Bu ağrılı günləri dilqəm kimi yüzlərlə Azərbaycanlı əsir və girovlar da yaşayıb. Onların hər birinin əsirlik həyatı heç vaxt unuda bilməyəcəkləri dəhşətli hadisələrlə doludur. Palasa çarpdılar, uzatdılar yerə. Tonqal orada idi, məni burada uzatdılar. Palasa bağladılar əlimi, yerə muxladılar şeyini, belə remen kimi keçirdi. Ayaqlarımı da, bir də buramdan, belimdən basdılar aşağı. Sonra qoydular tonqala. Tonqala qoyub cəmaatı düzdülər, əsirləri. Ki, baxın, sizə şaşırıb pişirəcəyik. Qıpqırmızı idi. O gələndə mənim üzümü tüküb düzüşdə ağzıma girdi. Yaxınlığına gətirəndə istiliyim. Elə qıpqırmızı. Gəlbətimdən qoydu sinəmə. Xaç o qədər istəyirdi ki, onun ayağının altında xaç alışdı. İnsanın əti yağlı ordiyənə üstünə dəyən kimi başladı alışmağa. Alışan kimi mən elə bir ki, elədim, ürəyim getdi. Ayıldım, ayılanda bıçaqla gördüm belə altından getirib qaldırıb, götürdü, saçaq. Ondan sonra qan açıldı buramdan. Götürüb tulladı vebiranın üstüne. Bu, Mail Məmmədovun erməni əsirliyindən qayıtdığı ilk günlərdir. Əsirlikdən qayıdanda onu hətta öz doğmaları da tanıya bilmirdi. Ancaq burada erməni şovinistləri var idi. Bax burada, bu yerdiyiniz yerdə, orada durdu, bir mənə, özü də mənə dedi. Dedi, Askerov, sən bilirsən ki, burada nə qədər Azərbaycanlının başını kəsmişik? Burada nə qədər Azərbaycanlını mantrovka ilə döyüb öldürmüşük? Burada nə qədər sizinkiləri biz sındırmışıq? Bunu onlar özləri deyirdi. Mənə deyirdi, sənin də aqibətin elə olacaq. Ancaq bu nə qədər işgəncə, əzab olsa da mənim bir ümidim var idi. Yuxu gördüm, qəlbim talaş. Bir uşaqdı gözündə yaş. Diz çökərək ocaq üstə. Haqq uğrunda dilər savaş. Müharibə vaxtı
burada baş verənləri bütün dünya diqqətlə izləyirdi. Yüksəklikdə olan Şuşa həbsxanasının pəncərələri də birbaşa hərbi əməliyyatların getdiyi döyüş meydanına açılırdı. Bax, bu radiodan mən bütün xəbərləri izləyirdim. Yəni, bu Şuşa türməsinə gələn gündən bu radio məndə idi. Kim vermişdi onu? Bunu mənə Qırmızı Xaç Komitəsi üzvləri gətirdi, verdi. Müharibənin başlanmasını top səsindən eşitdin, yoxsa radio səsindən eşitdin? Müharibənin başlanmasını demək mən raketin səsindən eşitdim gecə, partlayışdan. Tez durdum, sonra radionu açdım. Gördüm ki, bu radioda danışılır. Səhər-səhər idi, artıq ermənilər şok vəziyyətdə idi. Qalisyan portuşkanı açdı, para dedi, nə olubdu, dünya dağılır. Mən də dedim, mən bu nədir, nə olub, özüm bilməməzliyə olum. Dedi, Azərbaycan hücuma keçir, duayla nə açılsa. Mən çox sevindim. Elə bil ki, heç təsəvvür edib, türmədə döydüm, Bakı mərkəzindəydim ki, Allah, sən bugünkü günləş. Bizim əsgərlər, bizim ordu gəlir. Oradan ona bir şeir yazdım. Ki, soruşursan məndən, nədir, nə olub? Qapı bağlı, fortuşkadan sənə nə deyim? Nəsə gəlib, vız-vız edir səmada, sonra salır parta-partı, Qalisyan. Elə aradan biraz keçməmiş, gördüm o vız, nəsə vız-vız edir, sonra da parta-part. Nə cürdü, elə də yazdım. Bununla da artıq səs yaxınlaşırdı. Bizim qələbə xəbərləri mən həmən radioda eşidirdim ki, cənab prezident xalqa müraciət edirdi ki, Cəbraillər, Füzulilər da ardıcıl olaraq sizi təbrik edirəm. Uzun illərdən sonra Cəbrail şəhəri azad edildi. Cəbrail bizimdir. Qarabağ Azərbaycandır. Hər axşam mən radioda eşidirdim, Xankəndinə də qulaq asırdım tez. Axşam olanda deyirdi, Uşadusurun, Daqnat, Daqnat. Sırası bilirdim ki, deyir ki, qaçın gizlənin, təhlükə var. Bilirdim ki, bizim bombardirovşik gəlir. Tez buradan qalxırdım bura, buradan çıxırdım bura. Bunlar bunu bağlayırdılar. Bunu oradan bağlayırdılar. Tez bunu açırdım, içəridə işıq yanır da. Geldim ki, qoy işıq düşsün, vursun buraları da. O da gəlirdi, türməni vurmurdu. Qabaq tərəfdə vururdu, darmadağın eləyirdi, gedirdi. Bir axşam gəldilər, nauşiki vurdular qoluma. Dedilər, beşini yığ. Siz təsəvvür edin, nauşnik qolumda beşini yığım. Ancaq mən yığdım. Nauşnik qolumda mən prinsiplə paltar, nəyim var, hamısını yığdım, doldurdum sumkuya. Çox təəssüflər olsun ki, mənim 2 dənə qabım qaldı. Kapron qablar. İndi mən o qabları burada gördüm. Qablarım buradadır, onu aparacağım, onu götürəcəm, mənimkidən. O qablara heyfləndim ki, çox heyf, qaldı ermənilərə. Buradan mənə apardılar Gorusa gecə. Gorus Laçını keçəndən sonra yolda gördüm, bunlar bir-biri qırırdılar. Bunların saqqallıları buradan qaçırdı, yarısı yolu kəsmişdi, onu yumruqluyurdu, bunu biri meşiyə sarı qaçırdı, biri maşından düşüb o maşına qaçırdı. Azərbaycan əskərinin qorxusundan bunlar qaçırdı.
Körpünü gördük, darmadağın idi. Böyrdən traktor işləyirdi, torpaq yol tökürdülər, oradan keçdilər. Apardılar, gecə məni görsə, görüstürməz. Maşın saxladılar yenə. Hamısı hücum elədilər mənə. Yəni maşından insan kimi yox. Hələ bir tərəfdən tutdu, bir padnoşka verdi. Məni yıxdılar, ağzım burnum qanadı. Dartdılar, yaxamızı adımcılar, hava soyuq. Məni oradan Yerevana maşının içi qar, ayaqqabım getdi. Ayaqqabılarımın adım hamısı çıxmışdı. Apardılar Yerevanda başqa bir türməyə saldılar. Türmədə heç kəs yox idi, qapının adı bağladılar. Bilmirəm, 5 gün, 6 gün qaldıq. Təsəvvür eləyin ki, sabaha kimi qoymadılar yatmağa. Getdilər təyyarəyə, təhvil verdilər ora, oradan da birbaşa uçduq bura Bakıya. Əlbəttə, çox sevindim. Sevindim ona görə yox ki, azad olmağıma görə. O haqda mən heç vaxt fikirləşməmişəm ki, nə yaxşı azad oldum. Nə yaxşı Qarabağ azad oldu. Mən hələ Xan kəndindəkən əkd eləmişdim ki, Şuşa azad olanda saxta rejimin mənə ayırdığı bu cəza qərarını, yəni rişeniyasını, onların dillə desək, bunu Şuşa türməsinin girəcəyində cırım və atım ora. Bugün mən öz əhdimə nail oldum. Mən də azad oldum, Şuşa da azad oldu və ona görə də bu Tovesyanın Samodelli qərarını mən burada cırıb atıram bu yola, bu yola ki, bunu gələndə Azərbaycan ordusunun əsgərləri ayaqlasın. Mən ən xoşbəxt adamam ki, mənim Şuşam, Laçınım, Qarabağım düşməndən azad oldu. Bu mənim üçün çox gözəl bir gündür. Bugünkü günə çox şükür, başda prezidentimiz olmaqla qazilərimizə can sağlığı, hərbiçilərimizə can sağlığı, şəhidlərimizə də Allah Taala'dan rəhmət diləyirəm.